Salam uşaqlar, bugün toplu birinci hissədən isim mövzusuna baxırıq. Morphological composition of nouns. Birinci testimiz choose a line of compound nouns. Mürəkkəb isimlər cərgəsini seçin. Demək, mürəkkəb isimləri axtarırıq. Biz mentlə bitənlər bilirik ki, ment ismin isim düzəldən şəkilçidir. Yəni mentlə bitənləri çıxırıq. Bunlar düzəltmədir. Hudla bitəni də çıxırıq. Bu da düzəltmədir. Ment və hud isim düzəldən şəkilçilərdir. Ona görə düzgün cavab olur D variantı. Toothbrush, motherland iki sözdən ibarətdir. İkinciyə baxırıq. Choose a line of compound nouns. Mürəkkəb isimlər cərgəsini seçin. Leadership, bilirik ki, ship həm düzəltmə isim yarada bilər, həm mürəkkəb isim. Əgər gəmi kimi tərcümə ediriksə, mürəkkəb isimdir. Gəmi kimi tərcümə etmiriksə, düzəltmədir. Burada da liderlik deyirik. Gəmi kimi tərcümə etmirik, deməli düzəltmədir. Information, tionla bitənlər düzəltmədir. Moonlight, movement, mentlə bitənlər düzəltmədir. Düzgün cavab olur D variantı. Y variantına baxırıq. Anniversary sadədir. Suitcase isə mürəkkəbdir. Düzgün cavab D variantı. Üçüncü testimizə baxırıq. Mürəkkəb isimlər cərgəsini seçin. Spaceship, buradakı ship isə gəmi kimi tərcümə olunur. Kosmik gəmi. Seaport and basketball. Bunlar hər birisi iki sözdən ibarət olan mürəkkəb sözlərdir. Düzgün cavab olur A variantı. Entrance düzəltmədir. Y sadədir. Burada furniture sadədir. Production düzəltmədir. Price sadədir. Community düzəltmə. Bus driver isə mürəkkəbdir. Dördüncü testə baxırıq. Mürəkkəb isimləri seçin. Choose a line of compound nouns. Mürəkkəb isimlər cərgəsini seçin. Statesman, playground, sightseeing. Bunlar mürəkkəb isimlərdir. Hər birisi iki sözdən ibarətdir. Anniversary sadə, dish sadə, policeman isə mürəkkəbdir. Foreigner düzəltmə. Gymnasium sadə, blackboard mürəkkəbdir. Tablecloth mürəkkəb, people sadə, defense sadə. Cupboard mürəkkəb, translation düzəltmə, close isə sadə isimdir. Beşinci testə baxırıq. Mürəkkəb isimlər cərgəsini seçin. Information düzəltmədir. Tionla bitib. Scissors sadədir. Kingdom domla bitib düzəltmədir. Newspaper baxırıq. Newspaper iki sözdən ibarətdir. Mürəkkəbdir. Ancaq content çıxırıq. Grass çıxadır. Qaydırıq. Demək sewing machine, policeman, snowdrop. Bunlar isə mürəkkəbdir. 6-cı suala baxırıq. Düzəltmə isimlər cərgəsini seçin. Pavement düzəltmədir. Ancaq leg sadədir. Bizə lazımdır düzəltmə isimlər. Life story-də çıxırıq, mürəkkəbdir. Agreement, friendship, realism bunlar düzəltmədir. Düzgün cavab olur B variantı. Sand sadədir. Çıxırıq. D variantında çiyəni çıxdıq sadədir. Y variantından da stopu çıxaq, citizen-dən də çıxaq olur. Operator düzəltmədir, ancaq bizə düzəltmələr lazımdır. Təkcə düzəltmələr olan B variantıdır. 7-ci suala baxırıq. İsimlər cərgəsini seçin. Number, leader, gardener. Demək, ne və zərfdir. Other əvəzlikdir. Neither, bu da neither-də bağlayıcıdır. Düzgün cavab olur 1, 5, 6 A variantı. 8-ci suala baxırıq. Sadə isimlər cərgəsini seçin. Elə C variantı sadə isimlərdən ibarətdir. Flower sadədir. Development burada düzəltmədir, ancaq capital sadədir. B variantında school, children mürəkkəbdir. Housewife mürəkkəbdir. Hunter isə düzəltmədir. D variantında rose sadədir, ancaq hardship düzəltmədir. Eggplant isə mürəkkəbdir. Y variantında bizdən sadələri istəyir. Y variantında singer çıxırıq. Butterfly çıxırıq. Düzgün cavab olur B variantı. 11-ci suala baxırıq. Yox, 9-cu suala baxırıq. 9-cu sualda deyir ki, isimlər cərgəsini seçin. Sadə isimlər cərgəsini istəyir eyni zamanda. Elə A variantındakılar symbol, tool, voice sadə isimlərdir. Mushroom sadədir.
Instinct sadədir, amma teacher düzəltmədir. Schoolboy mürəkkəbdir burada. Activity düzəltmə. Train sadədir. D variantında bookcase mürəkkəbdir. Illness düzəltmədir. Bus sadədir. Y variantında tease sadədir. Development düzəltmədir. Seaport isə mürəkkəbdir. 10-cu suala baxırıq. Mürəkkəb isimləri istəyir artıq bizdən. Hood şəkilçidir. B variantı mürəkkəbdir. Dom şəkilçidir. Ment şəkilçidir. Isms, heroism. Bu da düzəltmədir. Düzgün cavab B variantı. 11-ci suala baxırıq. Mürəkkəb isimlər cərgəsini seçin deyir. A variantı handwriting, gentleman. Bunlar mürəkkəbdir. Burada tionu görürük, düzəltmədir. Tionu görürük, düzəltmədir. Pomegranate sadədir. Performance düzəltmədir. Opportunity imkan, şans deməkdir. Cruelty qəddar deməkdir. Burada da iki söz yoxdur yenə də. Düzgün cavab olur A variantı. 12. Bigger, daha böyük. Singer, müğənni. Larger, daha böyük. Leader, lider. İsimlər 2 və 4-dədir. Daha kimi tərcümə olunanlar sifətin müqayisə dərəcəsidir. Həm də sifətin müqayisə dərəcəsini düzəldir, həm də isim düzəldə bilir. 13-cü suala baxırıq. Interesting, maraqlı və during söz önü. Bu sifətdir, bu da söz önüdür. 1-i və 3-ü çıxırıq. Düzgün cavab olur 2, 4. 14-cü sual. İsimləri seçin. Elva ilə bitənlər sifət zərfdir. İonla bitənlər isimdir. Luxury, cəhcəlal, dəbdəbə. Fluent isə səlis, sərbəst deməkdir. Fluent speaker. Bu sifətdir. Düzgün cavab olur 3, 4. 15-ci suala baxırıq. İsimlər cərgəsini seçin deyil. Practical, useful gördük. Çıxırıq. All-la, full-la bitib. Personal, çıxırıq. Shyness, freedom və brotherhood. Nesty, dondu, hooddu isim düzəldən şəkilçilərdir. Passiv sifətdir. Midnight gecə yarısıdır. Cloudless, bu da sifətdir. Indoor qapalı sifətdir. Amusing səhvdir. Düzgün cavab olur C variantı. 16-cı suala baxırıq. İsimlər cərgəsini seçin deyir. Famous, məşhur. Pleasant, xoşagəlimli çıxırıq. Difficult çıxırıq. Lovely, elva ilə bitənləri çıxırıq. Full ilə bitənləri çıxırıq. Düzgün cavab olur Y variantı. Yenə də hood, dom, nes. İsim düzəldən şəkilçilərdir. Nes və lesi qatmırıq. Les sifət düzəldən şəkilçidir. 17-ci suala gəldik. İsimlər cərgəsini seçin. Sweet, şirin, sifətli, keep saxlamaq, cool, sərin. Burada isim yoxdur. Hot, isti, speak, danışmaq, big, böyük, heavy, ağır, clean, təmiz, dirty, çirkli. Düzgün cavab olur C variantı. 18. Choose a line of nouns. İsimlər cərgəsini seçin. Beautiful, sifətli, long, sifətli, funny, gülməli, useful, faydalı, white çıxdıqda düzgün cavab olur C variantı. 19-a baxırıq. İsimlər cütlüyünü seçin. Thankful, full gördük, always gördük, less gördük, elvay gördük. Düzgün cavab oldu B variantı. Yəni bu fullu gördük, çıxdıq. Always gördük, deyincə sözündən də çıxdıq. Less'i gördük, sifət düzəldən şəkilçidir. Elvayı gördük, çıxdıq. Bunlar sifəti düzəldir. 20-ci sual. Choose a pair of compound nouns. Mürəkkəb isimləri seçin. Dom, isim düzəldən şəkilçidir. Taste and friendship, mürəkkəb deyil. Dictation, düzəltmədir, tion. Demək, bizdən nə istəyir? Bizdən mürəkkəb isimlər istəyir. Hood'u çıxdıq, düzgün cavab olur Y variantı. Rain, drop, table, spoon. 21-ci suala baxırıq. Choose the pair of compound nouns. Mürəkkəb isimləri seçin. Habit mürəkkəb deyil, görürük. B variantı mürəkkəblərdir. Story görürük, mürəkkəb deyil. Tionu görürük, mürəkkəb deyil. Nesi görürük. Düzəltmədir bunlar. Tion, nes. Story and habit sadədir. 22-yə baxırıq. Mürəkkəb isimləri seçin. Ment, hood, ing, tion. Bunlar mürəkkəb deyil. Düzgün cavab olur Y variantı. 23. İsim düzəldən şəkilçilər seçin. Biz bilirik ki, Oğuz, belə ardıcılıqla saysaq, teen, able, full, ik, less, elvay. Bunlar sifət düzəldən şəkilçilərdir. Düzgün cavab olur A variantı. 24. Mürəkkəb isimləri seçin. Dondu, tiondu. Bunlar şəkilçidir. Düzgün cavab olur 3, 4, 5. D variantı.
Choose a line of nouns. İsimləri seçin. Elə A variantı. Qız, oğlan və oyuncaq sözlərdir. Oldu çıxdıq, funny çıxdıq, clean çıxdıq, late çıxdıq. Qaldı A variantı. Keçirik 26-cı suala. Bizə mürəkkəb isimlər istəyir. Germanı gördük, çıxırıq. C, sure, statesman, menti də çıxdıq. Yəni 3-ü, 5-i çıxanda düzgün cavab oldu Y variantı. 27-yə baxırıq, isimlər cərgəsini seçin deyir. Ancient, qədim, angry, comic çıxdıq, expensive çıxdıq, brave çıxdıq. Bunlar çıxdıqda düzgün cavab oldu B variantı. 28-ci sual, isimlər cərgəsini seçin. Long, uzun çıxdıq, foggy, dumanlı çıxdıq, delicious, dadlı, clever çıxdıq, düzgün cavab oldu B variantı. 29-cu sual, wealthy, varlı, scared, amazing, historical, düzgün cavab olur B variantı. 30 mürəkkəb isimləri seçin istəyir bizdən. Hood şəkilçidir, çıxırıq. Belə mürəkkəb isim olmur. Servant düzəltmədir. Lemonade çıxırıq, sadədir. Schoolgirl, whiteboard mürəkkəbdir. Bu bir düzəltmədir. Yox, bu mürəkkəbdir, burada pensdir. Happiness düzəltmədir. 31-ci sual, isimləri seçin. Smart, ağıllı, tired, yorğun, simple, sadə, düzgün cavab olur B variantı. 32-ci sual. İsim düzəldən şəkilçilər. Oz, bayaqki kimi teen, less, able, full, ilk çıxdıqda düzgün cavab qalır C variantı. 33. Sadə isimləri seçin deyir. Yəni burada düzəltmələri və mürəkkəbləri atırıq. Düzəltmələri və mürəkkəbləri atdıqda düzgün cavab olur Y variantı. Bu da həmçinin çıxır. İndi ilk qabağımıza çıxanları atırıq. Arada qala bilər. Choose the compound nouns. Mürəkkəb isimləri seçin. Mürəkkəb isimləri seçin. Tiondur, mentdir. Bu görürük ki, sadədir. Yəni 2, 3, 5 atırıq. 1, 4, 6. 35-ci sual. Mürəkkəb isimləri seçin deyir yenə də. 2 sözdən ibarət olanları götürürük. Tion isim düzəldən şəkilçidir. Bu birisi də orada şəkilçidir. Bu birisi də sadədir. Yəni 2, 4, 5-i düzmü götürdük. 2, 4, 5-i çıxanda qalır 1, 3, 6. Cavab olur C variantı. 36-cı sual. Düzəltmə isimlər seçin. Tion da əlbəttə ki götürürük. Expense sadədir, götürmürük. Humidity düzəltmədir, sadədir. 2, 4-ə çıxaq. Cavab olur 1, 3, 5. 6 nə üçün olmadı? Çünki 2 sözdən ibarət mürəkkəb sözdür. 37. Düzəltmə isimləri seçin. Ment var. Bu görürük, sadədir. Bizdən düzəltmə istəyir. Ona görə 4-ü də çıxırıq. 5-i götürürük. Spaceship də mürəkkəbdir. Kosmik gəmi. Cavab olur 1, 3, 5 Y variantı. Sadə isimləri seçin deyir 38-də. Choose a line of simple nouns. Sadə isimləri seçin deyir. Yenə gedək. Diamond. Burada healing-ə görə çıxırıq. Digərləri olur sadə. B variantına baxırıq. B variantında community düzəltmədir. C variantına baxırıq. C variantında hamısı sadə görünür. D variantına baxırıq. Masterpiece mürəkkəbdir. Burada da ment var. Düzgün cavab oldu C. 39. Sadə isimləri seçin deyir bizə. Sadə isimləri seçin deyir. ING-ni gördük, atırıq. Creativity-ni atırıq. Deməli, yox. Passion sadədir. Burada multitask-ı atırıq. Selection-ı atırıq. Düzgün cavab olur C variantı 39-da. 40-a baxırıq. Sadə isimləri istəyir bizdən yenə də. A variantından ikinci sözü ataq. B variantından yenə ikinci sözü ataq. Lightning-dən ING-yə görə Tion'u ataq. D variantı hamısı sadədir. Y variantında isə düzəltmə, sadə, düzəltmə. 41-ə baxırıq. Choose a line of nouns. İsimlər cərgəsini seçin. Holy, müqəddəs deməkdir. İdi ilə bitibdir. Narahat deməkdir.
Unique bu da çıxır. Curious da çıxır. Düzgün cavab olur D variantı 41-də. 42. İsimlər cərgəsini seçin. İsimlər cərgəsini seçin. Sifətin şəkilçilərini atdıq. Sifətin şəkilçilərini atdıqda düzgün cavab olur D variantı. Able, Oğuz sifətin şəkilçiləridir. 43. Choose a line of nouns. İsimlər cərgəsini seçin. Ultramodern necədir? Burada A-nı, B-ni atsaq, buradan id-yə görə atsaq, D variantında varlı sözünü atsaq, Y variantı olur düzgün cavab. 44-də yenə də isimlər cərgəsini seçin deyir. Alınan bitənləri ataq. Alınan bitənləri atdıq. Demək D və Y variantları qaldı. D-də slogan isimdir, observation isimdir. Sufficient atırıq. Düzgün cavab olur Y variantı. 45. İsimlər cərgəsini seçin istəyir bizdən. A variantı hamısı isimdir. B variantında magnificent, C variantında commercial sifətdir, expensive də sifətdir. D variantında adapted idini gördük, çıxırıq. Patriotic gördük, analytical gördük, çıxırıq. Düzgün cavab olur A variantı. 46-cı suala baxırıq, isimlər cərgəsini seçin. Full görürüksə, irritable bu da sifətdir. Full görürüksə atırıq. Demək, B variantındakılar isimdir. C variantına baxırıq. O'su gördük. Widespread geniş yayılmış. Secret çıxırıq. Rigorous sifətdə çıxırıq. Düzgün cavab olur B variantı. 47. İsimlər cərgəsini seçin deyir. Terrific sifətdir. Artificial sifətdir. B variantındakilərə baxdıqda hamısı isimdir. Innovativi çıxırıq C-də. D-də memorable-dan ilə çıxa bilərik. Y-də isə exhausted, yorğunu, əldən düşmüşü çıxırıq. 48. Safe, Cosmopolitan'ın özü çıxırıq. Versatile, sifət çıxırıq. C variantında hamısı isimdir. Ideal çıxdıq. Terrific çıxdıq. Dəhşətli deməkdir, sifətdir. Choose a line of nouns. İsimlər cərgəsini seçin. Fashionable, dəbli. Necə? Çıxdıq. Incredible da çıxdıq. B variantındakiler isimdir. C variantında painstaking çıxdıq. Zəhmətkeş. D variantında yaralı sözünü çıxırıq. Y variantında isə mənzərəli sözünü çıxırıq. Grandiose da çıxırıq. O da sifətdir. 50. Choose a line of nouns. İsimlər cərgəsini seçin. Oğuz çıxdıq. Al, annual, illik çıxdıq. Başqa nəyə çıxaq? Nowadays çıxaq. Düzgün cavab olur D variantı. Burada məsələn administrative bu sifətdir. Bu da sifətdir. Braveness neslə qutaranlar isimdir. Neslə qutaranlar isimdir. Yorğunluq, tiredness. Policy isimdir. Bu da sifətdir. Sonra Tionla qutaranlar bilirik ki isimdir. Advantage üstünlükdür. Bu da isimdir. Dürüstlük də isimdir. Düzgün cavab oldu D variantı. 51. 51-də deyir ki, yenə ship artırıla bilənlər. Kingdom olur, childhood olur, freedom olur. 2, 4, 5'i çıxırıq. Qalır 1, 3, 6. İsimləri seçin. Able-dan qutaran sifətli sumuz da hamar necə deməkdir? İsimləri seçin deyir deyə. Düzgün cavab olur 2 və 3. Choose a nouns 53-də deyir isimləri seçin. Boring, sıxıcıdır, surprising, interesting, maraqlı, surprising, təəccüblü. 1, 3, 5 çıxanda 2, 4, building, ceiling. Tourism, tourist. Ist artıra bilərik. 55-də hansını artıra bilərik? Realism, reality deyə bilərik. Bu ikisini artıra bilərik sözə. 3, 4. Leader, friend. Friendship, leadership. Y variantı. Conductor, sailor. D variantı. Enjoyment, development. Movement, agreement.
Servant, assistant, hər ikisini artırıla bilən şəkilçini istəyir bunlarda. Yenə isimlər cərgəsini istəyir 61-də. Choose a line of nouns. İsimlər cərgəsini seçin. A variantında hər ikisi isimdir. Depend sözündəndir. Bu şəkilçi isim düzəldən şəkilçidir. Legacy miras deməkdir. Terrible dəhşətlidir. Sifətdir. Active sifətdir. Sonra careless sifətdir. Attractive sifətdir. Düzgün cavab oldu. Polite əlbəttə ki sifətdir. Düzgün cavab oldu A variantı. 62-də baxırıq. İsimlər cərgəsini seçin. İsimlər cərgəsini seçin deyir. Çıxırıq Elvay, Tiny, Xırda, Cruel, Qəddar, Toller, daha hündür, erlə bitib. İndi 63-də ona görə cavab olur Y variantı. 63-də bizə deyir ki, həm strong sözünə, həm long sözünə artırıla bilən TH şəkilçisidir. Həm də bu şəkilçini artıranda sözün kökündə dəyişiklik olur. İndi necə olur? O hərfləri E-yə çevirir. Long sözündə də bu formada olur. Yəni o hərflərini E-yə çeviririk. 63-də. 64-də baxırıq. İsimlər cərgəsini seçin. Musiqili deyir. B variantı isimlərdən ibarətdir. Holy çıxırıq. Patriotic çıxırıq. Pregnant, unique çıxırıq. 65. Choose a line of nouns. İsimlər cərgəsini seçin. Yenə də sadəcə isimləri seçirik. Ignorant çıxırıq. Sifətdir. Condensed çıxdıq. İdi ilə bitib. Fizzini çıxdıq. Sifətdir. Massive bu da əhatəli, geniş deməkdir. Y variantı isimlərdən ibarətdir. 66. Choose a line of nouns. İsimlər cərgəsini seçin. Sifətləri çıxırıq. A variantından urban, well-versed getdi. Representative nümayəndə deməkdir. İD ilə bitən sifətdir. C variantı isimlərdən ibarətdir. Essential, əsas sözünü çıxırıq. Y variantında da birinci sözümüz finite çıxdıq. Impolite da çıxırıq. Nəzakətsiz deməkdir. Choose a line of nouns. 67-də isimlər cərgəsini seçindir. Kingdom, decision, temperature isimlərdir. Talkative, söhbətçil, free çıxırıq bu sözləri. Demək, bütün variantlardan sifətləri atdıqda düzgün cavab qalır A variantı. 68-ə baxırıq. Yenə isimlər cərgəsini seçin. İsimlər cərgəsini seçin. 68-də. Track isimdir. Burada justify, pozur, bəraət qazandırmaq deməkdir. B variantında broaden, genişləndirmək feildir, yenə də çıxır. C variantında backward çıxır. D variantında demək curious çıxanda düzgün cavab olur Y variantı. 69-da yenə də bizdən isimləri istəyir. İsimlər C variantındadır. Bilingual, iki dilli sifətdə çıxırıq. Şiddət sözünü də çıxırıq. Yüksəklik. Bu isimdə and içmək, and deməkdir. Confident çıxırıq. Əmin olmaq, inamlı olmaq deməkdir. Sifət əmin necə. Y variantında isə consistent sifətdə çıxırıq. Düzgün cavab olur C variantı. 70-ə baxırıq. Yenə də mürəkkəb isimlər cərgəsini istəyir. Yəni iki sözün birləşməsindən ibarət olanlar baxırıq ki, D variantındadır. Məsələn, burada tion var, çıxırıq, tion var, çıxırıq. Yırtıcı sözünə baxırıq, evidence'a baxırıq, bunlara çıxırıq. Düzgün cavab qaldı D variantı. 71 və 72-ci suallarımıza baxırıq. Son suallarımıza. Choose a line of derivative nouns. Düzəltmə isimlər cərgəsini seçin deyir. Accuracy, connection, excuse. Accuracy dəqiqlikdir. Excuse'u burada çıxırıq. Connection, connect sözündəndir. O da demək düzəltmədir. A variantını çıxdıq. B variantına baxırıq. Resistance düzəltmə isimdir. Dom da düzəltmədir, amma landslide çıxırıq. Bu mürəkkəbdir. C variantına baxırıq. Generosity düzəltmədir.
percentage və hardship. Percentage bu da düzəltmədir. Ancaq hardship bu da düzəltmədir. Olur C variantı onda. D variantına baxırıq. Injustice, ədalətsizlik düzəltmədir. Podcast isə burada mürəkkəbdir. Mentə görə bu da düzəltmədir. Düzgün cavab C variantıdır. Y variantında da yenə adjustment, approach, sadədir approach. Bu da çıxır ona görə də. 72-yə baxırıq. Choose a line of derivative nouns. Düzəltmə isimlər cərgəsini seçin. Düzəltmə isimlər cərgəsini axtarırıq. Demək, digər variantlardan trait görürük ki, sadədir. Bunu çıxdıq. Y-ni çıxdıq. B-ni çıxdıq. Might-a görə C-ni çıxdıq. Progress də sadədir. D-ni də çıxdıq. Düzgün cavab A variantı. Beləliklə, birinci bölmənin izahını yekunlaşdırdıq. Sağ olun.